iftixar elədiyi hirzlərdən İmam Cavad əleyhissalamın hirzi. Zahirən Mu'təsim Rumlularla döyüşə gedəndə İmam əleyhissalam Mu'təsimə deyir onu. Əgər istəyirsən ki, müharibədə qalib gələsən, həmən o hirz öyrədi ki, bunu qola belə bağlacından əvvəldə filan namazı qıl, filan duanı elə. Həmən o hirz ki vardı, zahirən Mu'təsimə öyrədir. Və İmam Cavad əleyhissalamda hirzi iki cürdür. Biri böyük hirzdir, biri də balaca hirzdir. Bir neçə də İmam əleyhissalamın kəramətlərindən, möcüzələrindən işarə eləyir ondan sonra. Bildiyimiz kimi Əbu Səltil Hərəvi Ridvanullahi aleyh İmam Rıza əleyhissalamın ən yaxınlarındandır və daimən imamın kölgə kimi ətrafındaydı. Elə ki İmam əleyhissalamı şəhid elədilər, İmam Rıza əleyhissalamı şəhid elədilər, Allah lənət eləsin qatillərinə. Əbu Səlti tutdular, atdılar türməyə. Əbu Səlt deyir ki, bir ilə yaxın İmam Rıza əleyhissalamın şəhadətindən sonra mən türmədə qaldım. O qədər deyir ki, işgəncə verilir, o qədər əziyyət elədilər, elə sanki bu zalimlər hamısı eyni yol gedirlər. Mömin